sümük xərçəngi diaqnozu qoyuldu. Həqiqətən mənim üçün pis bir an idi. Kimyoterapiya qəbul etməyə başladım. Həkim qeyd etdi ki, saçlarını qırxdırmalısınız və mən dedim, yox, mən istəmirəm. Sonradan bərbər gəldi saçımı qırxmaq üçün. Yəni gözümdən yaş su kimi axırdı həqiqətən. Həyatımın ən pis günlərindən biri idi. Artıq həkim dedi, həyatını itirir. Qohumlar gəlib öpüb getdilər falan, qucaqlayırlar. İnsanlar elə bilirdi ki, xərçəngi xəstəliyi keçicidir. Özümə söz verdim ki, mən qalib gələcəm, hər şey yaxşı olacaqdır. Və Kalyaskara aparmışdılar məni imtahan otağına, imtahan zalına. Sən raksan, xərçəngisən, axırı yoxdur bunun. Yəni bu kimi sözlər deyirlər. Bir an adam pis olurdu. 105 nəfər içərisindən sadəcə 2 nəfər sağ qalmışdı. Onlardan biri də mən idim. Hardasa ikinci kursda artıq həkim deyir ki, qalib gəlmirsən, sondur. Bugün sizi əzmin və gücün hekayəsi ilə tanış edəcəm. Samir Abdullayev, bu gənc insanların demək olar ki, hamısının yoluxmaqdan qorxduğu bir xəstəliyə, xərçəngə qalib gəlib və öz sahəsində kifayət qədər uğurlu bir şəxsdir. Gəlin onu yaxından tanıyaq. Samir bəy, xoş gördük sizi. Xoş gördük. İstəyirəm özünüzü öncəliklə təqdim eləyəsiniz. Mən Samir Abdullayev Qurbanoğlu. Azərbaycan Turizm Münəzzət Universitetini bitirmişəm. Eyni zamanda dövlət təqaüdü ilə xaricdə təhsil alıram. Hazırda isə Qarabağ bölgəsi üzrə, dövlət qonaqları üzrə turizm bələdçisi kimi fəaliyyət göstərirəm. Eyni zamanda gənclər və turizm sahəsində çalışıram. Sizin bu bir, yenə deyirəm, uğurlu və əzm dolu bir sağalma hekayəniz var. Xərçəng tək bizim ölkədə deyil, ümumiyyətlə bütün dünyada bir bəladır. Yəni artıq hətta deyə bilərik ki, sayı get-gedə artır da və yəqin ki, təsdiqləyirsiniz ki, hər insanın əzmi və gücü o qədər də olmur ki, bu xəstəlikdən mübarizə aparıb sağala bilsin. Əgər sizi incitmiriksə, yəni məncə sizin üçün bu əslində bir böyük uğur hekayəsidir. Ona bir dönək, necə oldu, ilk necə öyrəndiniz və sağalma hekayənizdən danışaq. İlk olaraq mən 9-cu sinifi bitirmişdim və imtahanı vermişdim, yüksək bal əldə etmişdim. Sonra bir həftə keçisi üstündən gördüm ki, ayağımda böyük bir şişə mənə gəlib. Evdən dedilər ki, bu harasa dəyib, yəni sıradan bir şişdir. Amma mən inanmadım. Elə qonşumuza, o ara həkim dedilər, bizdə ara həkim gəlmişdi, ona müraciət etdim. Dedilər ki, bu pis bir şeydir, sizi ya İrana, ya Türkiyəyə göndərəcəklər, təcili xəstəxanaya gəlin. Biz getdik həmən günü xəstəxanaya və dedilər, təcili Bakı Milli Onkologiya Mərkəzinə getməlisiniz. Orada müxtəlif müayinələrdən keçdik, 3 ay yaxın orada qaldım. Diaqnozu tam dəqiq qoya bilmədilər. Göndərdilər xaricə Belarusiyaya. Belarusiyyadan da cavablar çıxdı. Ümumi olaraq sümük xərçəngi diaqnozu qoyuldu. Həqiqətən mənim üçün pis bir an idi. Anamla atam həkimin yanında idi və qapı açıq idi. Mən onlar gördüm artıq 40 dəqiqə keçib çıxmırlar çölə. Qapıdan baxdım bir anlıq, gördüm ağlayırlar və özümə söz verdim ki, yəni gördüm pis bir şeydir bunlar ağladıqları üçün və özümə söz verdim ki, mən qalib gələcəm, hər şey yaxşı olacaqdır. Anam, atam xəstəxana otağından çıxdılar, dedilər ki, sadəcə kiçik bir əməliyyat olacaqdır və s. Yəni dedim, təbii ki də hər şey yaxşı olar. Yəni özümə söz verdim ki, mən bu xəstəliklə dost olacağam, xərçənglə və mən bu xəstəliyə qalib gələcəm. Amma siz onlara bildirmədiniz ki, mən eşitdim də, yəni əslində bunun nə olduğunu. Bəli, yəni onların heç bir xəbəri olmadı həqiqətən. Sonra mən əməliyyata girdim. Əməliyyatım 8 saatdan çox çəkdi. Çox ağır bir əməliyyat oldu. Sonra yenidən müayinələrdən keçdik, dedilər kimyoterapiya lazımdır. Kimyoterapiya qəbul etməyə başladım. Kimyoterapiya həqiqətən mənim üçün ən çətin anlardan biri idi. Həkim qeyd etdi ki, saçlarını qırxdırmalısınız və mən dedim, yox, mən istəmirəm. Çünki mənim üçün çətin bir an idi. Yemək yediyim yerdə və onsuz yemək yeyə bilmirdim. Bəzən yediyim yerdə saçlarım falan tökülürdü. Sonradan bərbər gəldi saçımı qırxmaq üçün. Yəni gözümdən yaş su kimi axırdı həqiqətən. Həyatımın ən pis günlərindən biri idi. Sonra düşündüm bir anlıq, dedim xeyirlisi budur. Həyatımızda hər şey baş verə bilər. Yəni özümə söz verdim ki, hər şey yaxşı olacaq. Bundan yəni mənfi bir şey almasan. Və sonra xəstəxanaya yenidən müalicələrə başladıq. 7 kurs kimyoterapiya yazılmışdı və 4-cü kurs kimyoterapiyada artıq mən pis vəziyyətə düşdüm. 7-ci gün idi ki, ac və susuz vəziyyətdə idim. Ağzıma bir damcı su dəyməmişdi və həkimlər dedi ki... Bu xəstəliyin gedişatından asılı olan bir şeydir də yəqin ki. Bəli, kimyoterapiya insanı həqiqətən, necə deyim,
burada çətinləşdirir hər şeyi. O bütün mikrobları və vitaminləri öldürür. Yenidən doğulmuş çörpə kimi olursan və mən trombosit vurulasıydı bizə və bizim də o vaxtı həqiqətən o qədər hər şey ödəniş verildi ki, maddi durumumuz çox aşağı idi, satıldı falan və s. Amma artıq elə gün gəldi ki, o trombosit vurulasıdır. Onun da qiyməti 800 manatdır və çətin bir durumda idik. Artıq həkim dedi həyatını itirir. Qohumlar gəlib öpüb gedirlər falan, qucaqlayırlar və elə bilirlər mən eşitmirəm. Allahdan güc istədim, yəni bir anlıq gözümü açdım, əlimi qalxızıb gözümü açdım. Dedim Allaha dua edirdim, hər şey yaxşı olsun və birdən gözlənilmədən xəstəxanada Leyla Xaməliyeva xəstəxanaya gəldi. Yəni dəfələrlə gəlib xəstələrimi görürdülər. Qeyd etdik belə vəziyyət necədir falan. Dedilər trombosit lazım. Dedi siz nə edirsiniz də? Yəni belə təcil trombosit gətirilib vurulsun. 15 dəqiqənin içərisində o trombosit gətirilib vuruldu. Yenidən o vurulan kimi insan yemək yeməyə başlayır. Avtomatik olaraq su içməyə başlayır. Yəni yeməyə başladım. Yəni həyatımı qurtaran mələklərdən biri Leyla Xaməliyeva da həqiqətən bu müddətdə çox kömək oldu mənə. Heydər Əliyev fondu Leyla Xaməliyeva. Bəli. Belə kimyoterapiyalar almağa başladım, müalicəm davam etdi. Sonra gəldi imtahan vaxtım yaxınlaşdı. Siz onda neçənci sinifdə oxuyurdunuz? Mən 9-cu sinifdə getmişəm, 11-ci sinifdə orada olmuşam. Bəli, artıq 11-ci sinifin imtahan vaxtı başladı və mən hazırlaşmamışam. Sadəcə olaraq, yəni bizdə müalicə müddətində 20 gün arada evə buraxıblar. Həmən vaxt müxtəlif dərslərə getmişəm və s. Amma xəstəxanada əmdən kitablar düşmürdü. Hətta Mehriban Xaməliyeva da gələndə qeyd edirdi ki, mən inanıram ki, bu gəncimiz universitetə qəbul olacaqdır. Və mən gün gəldi, imtahan yaxınlaşdı, kimyoterapiyanı çıxartdılar. İmtahan otağına yaxınlaşdım. Sadəcə imtahan otağında 40 dəqiqə qala bildim. Çünki həmən vaxtda insanların nəfəsi olmazdı mənə və kalyaskara aparmışdılar məni imtahan otağına, imtahan zalına. Və imtahanı verdim. İmtahanı verdikdən sonra yəni imtahan otağına getdim, 40 dəqiqə qaldım. İnanırdım ki, qəbul olmuşam və xəstəxanadan, yəni imtahan otağından çıxdım, dedim təcili mən gedirəm, dayana bilmirəm, müsahibə falan almaq istədilər və s. Dedim, xeyr, xəstəxanaya gedirəm, yəni həqiqətən halım yox idi və mən getdim yenidən xəstəxanaya, sonra yəni bir müddət gözlədim, uşaqlıqdan arzusunda olduğum turizm sayəsində fəaliyyət göstərmək istəyirdim və uşaqlıqdan arzusunda olduğum 7-ci sinifdən Turizm Menecment Universitetinə daxil oldum. Turizm bələdçilik ixtisasına. Bəli, mən 349 bal yığmışdım. Cəmi 40 dəqiqəyə. Bəli, mənim üçün çətin bir həqiqətən hiss idi. Çünki yəni 9-cu sinifə qədər əlaçı gənclərdən biri olmuşam, olimpiyadalarda falan iştirak etmişəm. Amma mən necə deyim, bunu bacardım, istədiyim universitetə qəbul oldum. Sonra universitetdə fəaliyyətə başladım. Biraz mənim üçün çətin idi. Hastalardan gəzirdim həmən zaman. Yəni dərslərimi oxumağa başladım. Sonra Tələbə Gənclər Təşkilatının sədri seçildim səs vermə üsulu ilə. Sonra Tələbə Həmkarlar İttifaqında sədri seçildim və universitetlər arasında biz universitetlər arasında keçirilən yarışlarda hər zaman komandam ilk yer tutdu. Bir neçə dəfə mükafat aldıq Gənclər İdman Nazirliyi tərəfindən, Gənclər Fondu tərəfindən. Böyük bir, bəli, mənim üçün həqiqətən böyük bir uğur idi bu. Yəni bu mükafatları qazanmaq falan. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, yəni çox aktiv keçdi gənclik fəaliyyətim. Dövlət hesabına müxtəlif ölkələrdə olduq. Azərbaycanımızı yüksək şəkildə təmsil etdik. Həm turizm, həm gənclər sahəsində təmsil etdik bir çox ölkələrdə və sonra mən imtahan verdim, yəni dövlət təqaüdünə müraciət elədim və hazırda dövlət təqaüdü ilə xaricdə təhsil alıram. Həqiqətən mənim üçün qürur verici bir hiss idi. Hardan haraya qədər gəldim. Bəzən kiçik bir problemlər yaşadım. İnsanlar elə bilirdi ki, xəricdən xəstəlik keçicidir. Amma bu xəstəlik keçici deyil. Yəni yanlarına yaxınlaşmırdılar, qoymurdular, icazə vermirdilər və s. Və avtomatik olaraq gücsüz insanlarda, məsələn mən özümü gücsüz sayırdım. Motivasiyası olmayan gücsüz insanlarda bu intihara qədər gətirib çıxara bilər. Çünki insanlar yanına qoymur, müxtəlif sözlər deyirlər. Məsələn, neçə dəfə mənə deyiblər, sən raksan, xərçəngsən, axırı yoxdur bunun. Yəni bu kimi sözlər deyirlər. Bir an adam pis olurdu, amma sonra deyirdim, yəni insanlar danışırlar, boş vermək lazımdır. Və
Mən xərçəngdə qalib gəldim, universitetimi də oxudum və 18 yaşımda tam olan kimi dövlət işində işləməyə başladım. İçərişəhər Dövlət Qoyruğunda, universitetdə, peşə məktəbində müəllim kimi, gənclər evində, yəni bir çox yerlərdə işlədim. Siz üzr istəyirəm. Universitetə daxil olanda hansı ki artıq əməliyyat sürəci bitmişdi. Onda tam sağalma prosesi getmişdi bu xəstəlikdən, yoxsa hələ universitetə davam qəbul edirdi? olan zaman da bu davam edirdi. Yəni müxtəlif müalicələr, müayinələr alırdım. Sonradan hardasa ikinci kursda artıq həkim deyir ki, qalib gəlmisən, sondur. Bəli. Və eyni zamanda... Onda nə hiss keçirmişdiniz? Bax, o biraz da o duyğulardan istəyirəm danışaq. Əslində, yəni özümə inanırdım. Yəni güvənirdim ki, qalib gələcəm və elə hiss edirdim ki, qalib gəlmişəm. Həkim deyir ki, artıq sən bitirmisən, hər şey bitdi, qalib gəldin. 105 nəfər içərisindən sadəcə 2 nəfər sağ qalmışdı. Onlardan bir də mən idim. Bizim üçün çox bir çətin an idi və bunu eşitdim, sevincimin həddi hüququ yox idi həqiqətən. Yəni həmin dönəmdə müalicə aldığınız şəxslərin sayını nəzərə Bəli. Yəni insan istəyirdi ki, xərçəngə qalib gələn bir şəxs olsun, biz onlardan motivasiya alaq. Və təəssüflər olsun, biz bunu görmürdük orada. Amma mən xərçəngə qalib gələndən sonra müxtəlif xərçənglə mübarizə aparan gənclərin hamısını topladım bir araya, bir qrup yaratdım. Artıq biz xəstəxanalara, müxtəlif yerlərə gedərək orada müalicə alan gənclər üçün müxtəlif motivasiya verici görüşlər keçiririk. Hətta birdən olur ki, uşaq müayinə almaq istəyir, yəni əməliyyat olası amma qorxur, həkim bizi zəng edir, avtomatik olaraq danışıb ona motivasiya veririk və beləliklə xərçəngə qalib gələnlərin sayını daha çoxaldırıq, kömək edirik. İsveçrədə, İtaliyada, yəni bir çox ölkələrdə bu var idi. Artıq biz də başlamışıq bu kimi şeylərə. Çünki həqiqətən insanın, yaşamış insanlar onu daha yaxşı bilir, daha yaxşı motivasiya olur insanlara. Beləliklə, yəni çox biz xəstəxana görüşlər keçiririk və s. onlar üçün də çox faydası olur. İki məqam qaldı beynimdə. Bir demişdiniz ki, bizdə maliyyət olaraq, həqiqətənmi sizin ailəniz evi satmalı olmuşdu müalicə üçün? Yəni bizdə müalicə aldığımız zamanda kimyoterapiya, əməliyyat falan ilk anlar bəli, təəssüflər olsun ki, biz evi satdıq, yəni müxtəlif xərclər çıxdı, hətta müxtəlif yerlərdən köməklər etdilər. Artıq yəni o həddə gəldik, pis vəziyyətdə idik. Təbii ki, dövlət tərəfindən də bizə kömək olunurdu. Heydər Əliyev fondu, Leyla xanım Əliyeva çox kömək olmuşdu. Amma bu xəstəlik böyük bir xəstəlikdir və çox böyük bir maliyyət tələb edir və həyatda qalmaq üçün də bu lazımdır. Yəni mənim üçün elə gəlirdi ki, həyatda hər şey boş şeydir, əsas can sağlığıdır. Yəni evdəkilər də həqiqətən mənə çox dəstək oldular, dəstək olaraq bu şeyi qeyd edirdilər. Anamla atam həqiqətən yanımda olmasaydı, mənə kömək eləməsəydilər, hər şeydə onlara motivasiya verdi. Çox çətin olardı mənim üçün. Bu gün də məni dəstəkləyirlər. Yəni ilk dəfə mən gedəndə düşərgələrdən birində iştirak etdim. İştirak edən zaman dedilər, sənin üçün çətin olacaq, dağ şəraitində olacaq, hasalardan plan və yeni yeriməyə hasalardan başlamışdım. Və dedilər, get, insan içərisindən qarış, bir yerdə ol, sosiallaş və mən bu düşərgələrdə falan iştirak etdim, insanlar arasına qarışmağa başladım. Bəli, bəzi problemlərim olurdu. Məsəl üçün, hasalardan gedirdim, marketə girdiyim zaman elə bilirdilər, dilənçiyəm, yanıma gəlirdilər, taksiyə mindiyim zaman qeyd edirdilər, pulum var verməyə, avtobus gözləyirdim, əlimə qəpik gətirib verirdilər. Eyni zamanda, yəni, metroya minirdim, metroda deyirdi, bir uşaq var idi, nənəsindən soruşur, bu, yəni, oğlana nə olubdu, o, əlini belə qulağına vurub, dəmirə vurur. Yəni, bu kimi şeylər yaşamışam. Məni əsas həyatda yoran şeylərdən biri bunlar oldu və buradan qeyd etmək istəyirəm ki, yəni, insanlarla belə davranmayın, yəni, və xərçəng xəstəliyi keçici deyil, bunu ağlımızda saxlayaq. Yəni, bu kimi şeylər. O dediniz ki, bir məqamda qeyd elədiniz, ətrafda insanlar düşünürdü ki, bu xərçəng xəstəliyi keçicidir. Bu sizin belə deyək, yaxın ətrafı idi, yoxsa məsələn xəstəlikdən, ümumiyyətlə xəstəliyinizdən məlumatı olmayan insanlar idi? Bəli, bu xəstəlikdən məlumat olan insanlar idi, ümumi olaraq. Yaxında olubdu, uzaqda olubdu və s. Həqiqətən ilk dəfələr çox əziyyət çəkmişdim bundan. Hətta insanlar gəzdiyim yerdə gözlərim məndə idi, hasalardan gəzirdim. Ən əsəb olduğum şeylərdən biri o idi və insanların gözü o hasalarda yox, məndə qoluma müxtəlif aksesuarlar falan taxırdım. İnsanlar ona baxsın, amma hasalara baxmasın. Çünki çox mənə pis təsir edirdi, yəni bu gəzdiyimə görə mənə baxmaları və həqiqətən, amma mənə çox şey qazandırdı bu xəstəlik. Yəni
həm həyatda güclü qalmaq öyrətdi ən əsası, həm yeni insanlarla tanış olmağıma şərait yaratdı və hazırda Azərbaycanın ən uğurlu gənclərindən biriyəm. Məsəl üçün, Azərbaycana gələn dövlət qonaqlarının, yüksək şəxslərin Qarabağ üzrə turizm bələdçisi mənəm. Onlara Qarabağımızı təqdim edirəm. Eyni zamanda gənclər sahəsində çox aktiv və müxtəlif düşərgələr, layihələr həyata keçirdik bir yerdə. Məsəl üçün, turizmə inkişaf vermək üçün böyük festivallardan biri olan Heyva festivalını həyata keçirdik. Mən bu xəstəliyə yoluxmasaydım, bütün bunlar olmazdı. Yəni, güc topladım, dedim, bacarmalısan və bütün xəstələrə sən motivasiya olmalısan ki, hər şey yaxşı olacaqdır və oldu da, şükürlər olsun. O sizin motivasiya verdiyiniz və deyirdiniz ki, məsələn, biz görüşlərə gedirik artıq, məsələn, mən özümü nümunə göstərirəm həmin xəstələrə. Onlardan sonra geri dönüşlər alırsınız? Bəli, təbii ki də, həqiqətən nə qədər geri dönüşlər gəlib. Hətta xəstəliklə mübarizə aparanlarla yanaşı fizik məhdudiyyətli şəxslər var idi, bir nəfər xanım var idi. Xanım bizdə yəni, müayinə almışdı, fizik məhdudiyyətli idi və evdən çölə çıxmırdı, özünə qapanırdı. Biz xanımın anası zəif vurdu. Dostumla getdik onların evinə, danışdıq falan. Onunla ilk dəfə marketə getdik, bir yerdə fizik məhdudiyyətli idi. Sonra onunla danışdıq, kursa yazıldı və hətta kollecə qəbul oldu. Yəni, bunun verəcəyi sevinç heç nəyə dəyişmərəm də, həqiqətən bir gəncin həyatında önəmli rol oynadıq biz burada və eyni zamanda artıq biz onlarla həmən xəstəxanada müalicə alan gənclərlə bir yerdə dost olduq, böyük bir qrup yaratdıq, bəzən görüşürük bir yerdə, hətta xəstəxanalara da bir yerdə gedirik, müxtəlif tədbirlər təşkil edirik, motivasiya verici gənclər təşkilatları tərəfindən, yəni bir yerdə gedib bunu edirik. İndi siz səhv eləmirəmsə turizm sahəsində çalışırsınız. İstəyirəm biraz ətraflı bundan danışasınız, bizə zəhmət olmasa. Hazırda Qarabağda mı işləyirsiniz? Əsas iş yeriniz oradımı? Hal-hazırda mən Qarabağ bölgəsi üçün, yəni dövlət qonaqları üzrə turizm bələdçisi kimi fəaliyyət göstərirəm. Yəni ölkəyə gələn bir çox dövlət qonaqlarının, prezidentlərin, nazirlərin bir çoxsunun turizm bələdçisi olmuşam. Eyni zamanda, yəni bildiyimiz kimi 2020-ci ildə bizim torpaqlarımız işğaldan azad oldu. Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyev şəhidlərimizin, qazilərimizin sayının nəticəsində Qarabağ işğaldan azad edildi və mənim üçün o torpaqlarda işləmək, o torpaqlarda çalışmaq böyük bir qürur hissidir. Qalib ölkənin qalib gənci olaraq gələn qonaqlara Qarabağın turizm potensialını aşılamaq, orada müxtəlif yerlər gəzdirmək onlara. Axırıncı dəfə Türkiyənin millət vəkilləri ilə bir yerdə biz Qarabağda olduq. Yəni, bələdçi ölkənin səfiri sayılır, kiçik səfiri sayılır və ölkəni yüksək şəkildə təqdim etməlidir. Orada qonaqların yaşadığı anlar həm kədərli, həm sevincli anlar, erməni vandalizm tərəfindən dağıdılan abidələr, 5 il ərzində yenidən qurma işləri, yəni nələr quruldu. Biz fəxr edir də bu Qarabağ bölgəsində qonaqlarımıza bütün bu olanları, əsgərlərimizin şücaətini filan, Ali Baş Komandanın gücünü, hamısını qonaqlarımıza yüksək şəkildə təqdim edib danışırıq. İndi sizin, belə deyək, hazırda əsas işiniz turizmdir və yanaşı olaraq da hansı ölkədə təhsil alırsınız, dediniz dövlət proqramı çərçivəsində? Bəli, mən hazırda dünya reytinqində turizm sahəsində ilk yerlərdə olan universitetlərdən birində Rusiyada təhsil alıram. Bəli, turizm və idarəetmə sahəsi üzrə təhsil alıram və orada mənim xaricdə olan qrup yoldaşlarımdan ikisi də ermənidir, yəni Ermənistandandır və orada bizə müəllimlər müxtəlif tapşırıqlar falan verən zaman mən məsələn ölkəniz haqqında müxtəlif araşdırmalar edin deyirdim. Mən Qarabağ bölgəsini seçirdim xüsusilə. Onların yanında Qarabağı yüksək şəkildə təqdim edirdim. Qalib ölkənin qalib gənci olaraq həqiqətən mənim üçün uğur idi bu. Hətta həmən universitetin müəllim heyəti, rektoru, dekanı Azərbaycana gəldi. Onlara mən tur keçdim Azərbaycanda. Yəni bu sevincin, yəni fəxrin həddi hüququ yoxdur mənim üçün. Çox gözəl. Həm ölkəmizi xaricdə belə deyək də xüsusilə təmsil edirsiniz. Son olaraq gələcəklə dair planlarınız, xəyallarınız, arzularınızı bilmək istəyirəm. Həm turizm sahəsində, həm məsələn bax bu xəstəliklə bağlı motivasiya verirsiniz. Elə hər ikisindən soruşuram. Bəli. İlk olaraq onu qeyd etmək istəyirəm ki, həqiqətən müxtəlif arzularım, müxtəlif hədəflərim vardı. Ən əsası Azərbaycan turizm sahəsində, yəni Azərbaycan turizm potensialını artırmaqda bir faydam olmaqdır. Azərbaycanda turizm sahəsində çalışan, yüksək şəkildə çalışan, fəaliyyət göstərən şəxslərdən biri olmaqdır. Çünki turizm mənim uşaqlıq arzumdur. Uşaqlıqda səyahət etməyi daha çox sevirdim və bunun üçün turizmi seçdim və artıq turizm sahəsinə girdiyim
verdiyim zaman, işlədiyim zaman, çalışdığım zaman mənim üçün daha böyük bir maraq yarandı. Azərbaycan turizm potensialını artıraq, müxtəlif işlər görək. Məsəl üçün, mən Heyva Festivalının layihəsini verdiyim zaman Ağdaş rayonunda keçirildi. Xaricdən, Almaniyadan, Türkiyədən qonaqları dəvət etdim bu festivala. Yəni, festival o qədər möhtəşəm oldu ki, qonaqların geri dönüşləri festival haqqında, yəni necə məmnunluq səviyyələri və artıq qərar verildi ki, həmən festival artıq ənənə halına gəlinsin, hər il keçirilsin, davam etsin. Digər bir tərəfdə bu xəstəliklə bağlı motivasiya verdiyiniz insanlar, bax, onlarla bağlı bir layihəniz, bir fikriniz, nəysə Bəli, yəni bizdə bizim komandamız var, xəstələrlə görüşürük. İstəyirik ki, xərçəngə qalib gələnlərin sayı daha çoxalsın, hətta bütün gənclərimiz xərçəngə qalib gəlsin və biz Uğur Əngəl Tanımır adı altında müxtəlif bir qurum da yaratmaq istəyirik gələcək zamanlarda. Onun daxilində isə o xəstə gənclərlə, yəni xəstəliklə mübarizə aparan gənclərlə eyni zamanda yəni salamlığı məhdud gənclərimizlə də yanaşı onlarla görüşlər keçirək və onlara daha yaxından kömək edək. Məsəl üçün, mənim özüm Türkiyədə Neslican Tay vardı, ondan motivasiya alırdım, baxıb, onda məndə eyni kimi ayağı kəsilmişdi falan. Sonradan başqa yerindən çıxdı, yəni şiş və artıq həyatını itirdi və onda çox pis olmuşdum həqiqətən. Çünki motivasiya aldığım insan idi, həyatını itirdi yenidən və artıq da mən özümə söz verdim ki, mən özüm gənclərə dəstək olacağam. Onlar yəni xəstəlik müddətində hər hansı bir əziyyət çəkməsinlər, motivasiyalar olsun və düşünsünlər ki, qalib gələcəklər. Xərçəngə qalib gəlməyin müxtəlif nüansları var. İlk olaraq insan özünə inanmalıdır. İnsanda inam, güc olmalıdır ki, mən bu xəstəliyə qalib gələcəm və dost olaraq qəbul etməlidir. Bu gəlib məni tapıbdır, hər şeyin xeyirlisi olacaqdır və şükür etməliyik. Bundan daha pis də ola bilər, amma şükürlər olsun bu vəziyyətdəyim. Hər zaman halıma şükür edirdim. Və iki şey var. Şəxsi intizam və reputasiya. Şəxsi intizam da əzələ kimidir. Məsəl üçün, qarşıma qoyurdum ki, kimyoterapiya alan zaman yemək olmurdu. Mən bu yeməyi yeməliyəm mütləq şəkildə sağlığım üçün. Bir gün yeyirdim, 2 gün, sonra ikinci gün qarşıma başqa bir məqsəd qoyurdum. Bu vitaminləri qəbul etməliyəm. Yəni, bu şəxsi intizamdır. Kiçik məqsədlərdən başlayıb böyük məqsədlərə doğru gedirik. Eyni zamanda reputasiya. Reputasiya isə bizdə insanlar, məsəl üçün, yanımızda danışarkən falan eşitirdik. Samir necə güclüdür, yəni xəstəliklə mübarizə aparır, həkim gəlirdi, qeyd edirdi, Samirə bu qədər şey edirik, nə bilim, hər hansı bir ağrımır falan, ağrısı falan yoxdur. Əslində var idi, onu mən şüur altıma yerləşdirib yox edirdim, heç bir ağrı hiss etmirdim həqiqətən və insanların, həkimin belə qeyd etməsi məni daha da motivasiya edirdi və daha da irəliləyişlər özünü göstərirdi həyatımda. Təşəkkür edirik bizə vaxt ayırdığınız üçün. Həqiqətən çox böyük məncə motivasiya oldu. Bəli. Çünki dediyim kimi siz daha yaxşı bilirsiniz indi. Hətta yəni nəinki bizim ölkədə, dünyanın hər yerində artır və ən böyük elə dəstəkdə motivasiyanın özüdür. Bəli, bu xəstəlikdən sağalmış bir şəxs olaraq. İnşallah ki, bir də heç vaxt bu xəstəlik sizi tapmaz. Yəni dost olmusunuz, amma bir də yaxın gəlməz sizə. Gələcək həyatınızda da uğurlar arzulayırıq. Çox sağ olun, Təşəkkür edirik. çox təşəkkür edirəm.